Salam, hər vaxtınız xeyir olsun. İmtahanlara hazırlaşanlara dəstək videomuzun ikinci hissəsindəyik. MİQ və sertifikasiya ibtidai imtahanına hazırlaşanlar üçün bu şəkildə imtahana qədər mövzularımız, suallarımız davam edəcək. Təbii ki, bu təkcə riyaziyyatdan deyil, bütün fənlərdən, yəni sertifikasiya və MİQ-ə hazırlaşanlar üçün dəstək videolarımız var. Ətrafınızda da o imtahanlara hazırlaşan, istənilən ixtisas üzrə yoldaşlarınız varsa, onlara 055 527 2599 WhatsApp nömrəsini verin və bizim ödənişsiz qruplarımıza qoşulsunlar. Avtomobil 1287 km yolun bir hissəsini 55 km/saat sürətlə, ikinci hissəsini isə 77 km/saat sürətlə getmişdir. Yolun ikinci hissəsində avtomobil birinci hissədən 3 saat artıq vaxt sərf etmişsə, yolun ikinci hissəsini isə saata getmişdir. Baxın, bizim birinci hissədəki yolumuz sürət 55-dir. Zaman x-dir, bilinmir. Yəni bilinməyəndə də x yazırıq. Və sürəti zamana vuranda birinci hissədəki yolu tapıram. 55 + x. Bu birinci hissədəki yolumuzdur. İkinci hissədəki yolumuzu tapmaq üçün sürəti, yəni 77-ni zamana vuracam. Zamanda birincidən 3 saat artıqdır. Yəni birinci x-dırsa, ikinci x + 3-dür. 3 saat artıq. Və bu da gedilən yolu göstərir, bu da gedilən yolu göstərir. Bu iki gedilən yolun cəmi 1287-ni verir. Buradan x-i tapacağım. 55x, 55x, üstə gəlsin 77x, üstə gəlsin 77-ni 3-ə vuram. 21, 1 yazdıq, 2 yadda 21, o da 23. 231 bərabər 1287. Bunları toplayanda 2 yazdıq, 1 yadda 132x bərabərdir. 1287-dən çıxacam 231-i. 7-dən 1 çıxanda 6, 8-dən 3 çıxanda 5, 0, 1. Elədim 1056. X də bərabərdir. 1056-nı böləcəm nəyə? 132-yə. 1056-nın içərisində 132 neçə dəfədir? 8 dəfə yerləşirmi? Çıxılsın 6 yazdıq, 1 yadda, 4, 5 yazdıq, 2 yadda, bu da 1056. Bəli. Deməli, birinci hissədəki yolumuzun zamanı 8 saatdır. Birinci hissədəki yolumuzun zamanı 8 saatdırsa, ikinci 8 + 3, yəni 11 saatdır. Cavab oldu B. İkinci sual. İşçi bir işi 50 günə bitirir. Bu işçi işləmə sürətini 2 dəfə artırsa, bütün işi neçə günə bitirər? Baxın, siz nə qədər sürətli işləsəz, bir o qədər az vaxtda bu işi görərsiniz. Yəni, sürət artanda zaman azalır. 50 günə görürdünüzsə, indi daha sürətli olacaqsınız. 2 dəfə sürətləndiyirinizə görə zaman da 2 dəfə azalacaq, 25 günə görəcəksiniz. Yəni 50/2. Bu o deməkdir ki, sürətlə zaman tərs mütənasibdir. Bir işi nə qədər sürətli görsəz, o qədər az vaxtda görərsiniz. Buğda üdüldükdə çəkisinin 7/2 hissəsini itirir. 7 kiloqram undan 9 kiloqram çörək bişirilərsə, 1274 kiloqram buğdadan neçə kiloqram çörək bişirmək olar? Biz əvvəlcə bu buğdanı aparıb neyniyək? Üyüdək. Düzdür? Deməli, 1274 kiloqram bizim buğdamız var. Bunu üydəndə 7-də 2-sini itirəcək. Görək bunun 7-də 2-si nə qədərdir? 12-ni 7-yə böləndə 1, 57-nin içərisində deməli 8 dəfə 56, bu da 2, 182, vur 2, 4, 6 yazdıq, 1 yadda 364. Deməli, biz bu qədər buğdanı aparıb üyütsək, 1274 kiloqram buğdadan 364 kiloqram itkiyə girəcək. 7-dən 6 çıxanda 1, 12-dən 3 çıxanda 910 kiloqram bizim əlimizdə nə qalacaq? Un qalmış olacaq. İndi bu undan nə qədər çörək bişər? Biz bilirik ki, 7 kiloqram undan 9 kiloqram çörək hazırlanırsa, bəs görəsən 910 kiloqram undan nə qədər çörək hazırlanır? Çarpaz vurarıq. X bərabərdir. 910-u 9-a vurub 7-yə neyniyəcəm? Böləcəm. 9-u 7-yə böləndə bir dəfə, 21-in içərisində 3, 130. Bu da eləyir 0, 7 yazdıq 2 yadda, 1170 kiloqram çörək alınmış olar. D bizim doğru cavabımızdır. Təbii ki, videolarımızı bəyənib, paylaşmağı və kanalımıza abunə olmağı da unutmayın. İmtahana qədər bu şəkildə sizlər üçün həm canlı dərslərimiz olur kanalımızda, həm video dərslərimiz, həm çətin sınavlarımız, həm orta tipli sınavlarımız, həm bu şəkildə layihələrimiz hamısından yararlana bilərsiniz. 15 saat 20 dəqiqə çıxılsın 125 dəqiqə. Gəlin 125 dəqiqəni saata çevirək. Biz bilirik ki, 1 saatımız 60 dəqiqədir. 125-i böləcəm 60-a, eləyəcək 2 dəfə çıx 120, qalıq 5. Yəni 2 saat 5 dəqiqə. Yəni 15 saat 20 dəqiqədən çıxacam 2 saat 5 dəqiqəni. Bu da elədi 13 saat 15 dəqiqə.
13 saat 15 dəqiqə B variantı bizim doğru cavabımızdır. Rənglənmiş hissənin sahəsini tapın. Belə bir xalça məsələsi. Əvvəlcə biz böyük fiqurun sahəsini tapmalıyıq. Böyük fiqur otaqdır tam olaraq. Yəni 14-ü 24-ə vuraraq böyük fiqurun sahəsini tapıram. 24 vur 14. Elədi. 6 yazdıq. 1 yadda 96 üstə gəl 4 və 2. Bu da elədi 6. 3 yazdıq. 1 yadda 336. Yazdım bura 336. İndi biz nə edəcəyik? Kiçik fiqurun, yəni xalçanın sahəsini tapmalıyıq. Xalçanın sahəsini tapmaq üçün də baxın 24 bütövdürsə sağda da 2 sm boşluq var, solda da 2 sm boşluq var. 24-dən 2 və 2-ni çıxıram, elə də 20 sm. Deməli bizim xalçanın uzunluğu 20-yə bərabərdir. Gəldi indi nəyə? Otağın eninə. Otağın eni 14-dürsə 2 sm yuxarıda, 2 sm aşağıda boşluqlar var. Yəni 14-dən 2 və 2-ni çıxıram, 10 sm-də xalçanın eninə bərabərdir. Və o içəridəki ağ boşluğun sahəsi 20 vurulsun 10 bərabərdir 200-dür. Bizdən rənglənmiş hissəni soruşur. Yəni bu kənarları, bu sarıları soruşur bizdən. Biz də bütövdən boşluğu çıxacağıq. Olacaq 136. Deməli 136 sm-in kvadratı həmin o sarıların nəyidir? Sahəsidir. 6. Tərəfi perimetri A-ya bərabər olan, bərabər tərəfli üçbucağın tərəfinə bərabər olan kvadratın perimetrinin 5 artığı. Deməli, perimetri A olan bərabər tərəfli üçbucağın tərəfi nə qədərdir? A bölü 3-dür. Çünki mən A-nı 3 yerə böləcəm və kvadratın üçbucağın tərəfini tapacağım. Bu üçbucağın tərəfi həm də kvadratın tərəfidir. Yəni A bölü 3 kvadratın da tərəfidir. Deyir ki, kvadratın perimetrin 5 artığı. Perimetri tapmaq üçün kvadratın tərəfini əvvəlcə 4-ə vuracam, üzərinə 5 gələcəm, 5 artığı. A bölü 3 vur 4, üstə gəl 5. Bu da A variantına uyğundur. A bölü 3 vur 4, üstə gəl 5. 7. Ehtimal məsələlərindən bir dərsə, bütün ehtimal məsələlərini öyrənmək istəyirsinizsə, YouTube kanalımıza daxil olun, Ağabəyli İsaməddin ehtimal məsələləri yazın. Torbada 15 ağ, 9 qırmızı, 6 yaşıl top var. Torbadan ən az neçə top çıxarmaq lazımdır ki, eyni rəngdən hökmən 4 top çıxmış olsun. Eyni sözü varsa, yadınıza saxlayın, eyni rəng deyirsə, şərtdə verilən son cümlədəki 4-ü ədədi bir vahid aşağı eləyirsən, 3. Vurursan, neçə müxtəlif rəng var? A, qırmızı, yaşıl, 3. Vurursan 3-ə, axırda da üzərinə 1 gəlirsən. Bərabərdir 10. D variantı bizim cavabımızdır. Bunun isbatını öyrənmək istəyirsənsə, video dərsə mütləq bax. 8-ci sual. Birinci həftə bağdan 520 sentiner. Deməli, birinci həftə bağdan 520 sentiner meyvə yığıblar. İkinci həftə bundan 2000 kiloqram çox. 2000 kiloqram 20 sentiner deməkdir. İstəsən sentinerlə yaz, istəsən tonla, fərqi yoxdur. Gəl sentinerlə yazaq. 520 birincədədir. Üstə gəl 20 sentiner də ikincidə. Yəni 20 sentiner çox da ikincidə. Yəni 540 sentiner ikincidədir. Üçüncü həftə isə ikincidən 2 ton çox meyvə yığılıb. Üçüncü isə ikincidən, yəni 540 sentinerdən nə qədər çox? 2 ton çox. Tonu da istəsən 20 sentiner kimi yaz. Hər şey sentiner gedir də bayaqdan. 560 sentiner də 3-cü həftə olub. İndi 3 həftədə cəmi soruşur. Gəl toplayaq. 520 sentiner, 540 sentiner, 560. Mənim ürəyim sentinerə çevirmək istəyib sentinerlə yazmışam. Sən istəsən tonla yaz, ürəyin istəyir kiloqramla yaz. Onsuz da nə ilə yazacağımızı cavablar qərar verir. Mən də bilmirəm, sən də bilmirsən. Axırda biləcəyik. 0, 12, 1 yadda 15, bu da 16. 1620 sentiner. Cavablarda 1620 sentiner yoxdur. Tona çevirirəm. 162 ton. Görürəm ki, E variantında var. Deməli, cavabımız olur 162 ton. 9-cu sual. Yazırıq 5x çıx 2 vur 4 kiçikdir bərabərdir 138. Əvvəlcə 138-i 4-ə bölməklə başlaya bilərəm və yaxud da 4-ü mötərizəyə bir-bir vurub aça bilərəm. Yəni, bütün hallarda eyni doğru cavabı alacaqsınız. Gəlin elə vurub açaq mötərizəni. 4-ü 5x-a vurdum, elə də 20x. Deməli, çıxılsın 4-ü 2-yə vurdum 8. Kiçikdir bərabərdir 138. Buradan da 20x kiçikdir bərabərdir 138-in üzərinə 8 gələcəm. Bu 8 sağa keçəndə toplamı olur. 20x kiçikdir bərabərdir 138-in üstə 8 gələndə 146 olur.
X da kiçikdir, bərabərdir. 146-nı 20-yə böləndə 7 və qalıq qalır. Düzdür? 7 qalır. X-in ala biləcəyi ən böyük natural ədədi tapın. Baxın, X-in ən böyük natural ədədi 7-dir. Çünki bura 7 qoysam, 20-ni 7-yə vuranda 140 eləyir. Həqiqətən də 146-dan balaca ədəd olur. Ona görə E variantı 7 bizim doğru cavabımızdır. 10-cu sual. Kater 140 km məsafənin çayın axını ilə 5 saata, axına qarşı 7 saata getdi. Axın ilə kater üstə gəl çay, vur T'dir. T'miz də 5-dir. Bərabərdir 140. Axına qarşı kater çıx çay, vurulsun T'dir. Axına qarşı T də 7-dir. Bərabərdir 140-a. 140-ı 5-ə bölürəm, kater üstə gəl çayı tapıram. 140-ı 5-ə böləndə eləyir 28. 2 dəfə elədi. O da 28. Kater çıx çay bərabərdir. 140-ı 7-yə bölürəm. Elədi 20. Axın ilə sürət 28-dir. Axına qarşı sürət 20-dir. İndi katerin sürətini tapın deyir. Katerin sürəti bax budur. Kater bərabərdir 28 ilə 20-ni toplayıram. Bölürəm 2-yə. 48-i böldüm 2-yə, elədi 24. Niyə toplayıb böldünüz ay müəllim? Sistem təhlillə də eləyə bilərsiniz təbii ki. 2 ədədin cəmi və fərqi verilibsə, böyük ədəd soruşulanda bu cavabları topla bölü 2, kiçik ədəd soruşulanda çıx bölü 2. Bizdən böyüyü soruşur deyə toplayıb 2-yə bölmüş oldum. Belə əziz izləyicilərimiz, videomuzu bəyənib, kanalımıza abunə olub bildirişləri açmağı unutmayın və hansı mövzudan bu şəkildə 10 suallıq sınaq istəyirsinizsə, rəy bölməsindən mütləq qeyd etməyi unutmayın. Sağ olun.